Salam, hər vaxtınız xeyir olsun. Əgər hər gün səhər ac qarnına isti su qəbul edəriksə, bədənimizdə hansı proseslər baş verər, onu sizinlə bölüşmək istəyirəm. Birinci növbədə bağırsaqlara baxaq. Bağırsaqlarda möhtəviyyat, bu zamanda peristaltika artdığından möhtəviyyatın xaric olması asanlaşır və bağırsaqlarda olan toksinlər xaric olur. İkincisi, isti suyun qəbizliyə olan təsiri. Bağırsaq möhtəviyyatı yumşalır, onun xaric olması asanlaşır. Bu da onun işlədici funksiyasından xəbər verir. Üçüncüsü, arıqlamada isti suyun böyük əhəmiyyəti vardır. Sübut olunmuşdur ki, hər gün səhər ac qarnına bir stəkan isti su qəbul etdikdə bədənin temperaturu nisbətən qalxır. Bu da maddələr mübadiləsini 30% artırmış olur və orqanizmin enerji sərfiyyatı artmaqla çəkinin azalmasına təsir göstərir. Eyni zamanda orqanizmdə turşu, qələvi mühiti, balansı normallaşır və bədəndən toksinlər xaric olur. Ağrılara təsiri, miqrenin ağrılarını azaldır, əzələləri sakitləşdirir. Dəriyə təsiri, isti su hər gün səhər bir stəkan az qarnına qəbul etdikdə sızanaqları yox edir, dəri qırışlarını azaldır, dərini təravətləndirir. Sidik cinsiyyət sistemində suyun sidik-qovucu xüsusiyyəti əsas götürülür. Sidik-qovucu dərman preparatlarından fərqli olaraq su böyrəklərə mənfi təsir göstərmir. Sinir sistemində isti suyun müsbət təsiri aşağıdakılar ilə əlaqədardır. Yəni qanın mikrosirkulyasiyası yaxşılaşır, eyni zamanda dərialtı pi toxuması əriməklə sinir sisteminə müsbət təsir göstərir. Əgər insan yatmazdan 1 saat əvvəl son qida qəbulundan 2 saat sonra isti su qəbul edərsə, onda insultun qarşısını almış olar. İsti su içmək qaydaları. Birinci növbədə temperatura 40-42 dərəcə olmalıdır. İkinci, təmizlənmiş su olmalıdır. Yəni, qaynadılmış su nəinki xeyirdir, əksinə ziyandır. Qaynadılmış suyu buzxanaya qoyub, onu sonradan əridib istifadə etmək daha məqsədə uyğun olardı. Bundan sonra su təmiz olmalıdır. Yemək yedikdə sudan istifadə etmək olmaz. Çünki bu zaman qidanın üzərinə düşən su onun möhtəviyyatın artmasına, kütlənin artmasına, bağırsaqlardan soğurmanın çətinləşməsinə, köpün yaranmasına və digər problemlərə səbəb olur. Bundan başqa su qəbuluna, rejiminə əməl etmək lazımdır. Gündə 3 dəfə və hər dəfə 1 stəkan yeməzdən 1 saat qabaq istifadə etmək lazımdır. Eyni zamanda su qəbul etdikdə digər müxtəliflik də ona qatmaq olar. Yəni limonlu su və yaxud da bal qatmaqla istifadə etmək olar. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.